Gənclər Təkrar videosunun ikinci hissəsindən qarşınızdayım. Birinci videom yaxşı izlənmişdi. İndi ikinci videonu çəkirəm. Videoya keçməmişdən əvvəl 2 gün sonra artıq imtahandır. Ümid edirəm yaxşı olar. Ümid edirəm istədiyiniz nəticəni toplayarsınız. Bu videonu da çəkirəm ki, oturub saatlarla təkrar etməyinizə ehtiyac qalmasın. Çünki artıq son bir gündə, 2 gündə adətən abituriyentlər heç eləmir. Sadəcə özlərinə istirahət verir. Çünki imtahan boyunca əgər istədiyiniz kimi hazırlaşmısınızsa, istədiyiniz nəticəni toplayasınız. Yox, əgər məsələn boşluqlar eləmişsinizsə, istədiyiniz kimi hazırlaşmamısınızsa, 2 gündən sizə belə xüsusi bir də təsir olmayacaq. Videoları sona qədər izləyin. Sona qədər izləyin ki, bilmədiyiniz çox məqamı öyrənə biləsiniz. Əgər videoya məsələn kanaldan deyilsə, yəni yeni gəlmişsə də abunə olub bildirimləri açsanız çox, yəni sevinirim, məmnun olaram. Uzatmayaq. Part 1-də çox qayda haqqında danışmışdıq. Yəni o birinci videoda. İkinci videoda da çox qaydalara toxunacağam. Çox belə deyim də, əsas məqamları təkrar edəcəyik. Birinci sualda bizə deyir ki, ədədi silsilədə D necə tapılır? Yəqin ki, bilirik. Ədədi silsilə nədir? Həddlərimiz olur, müəyyən sıra əmələ gətirilir və bu müəyyən sıra müəyyən bir ədəd qədər fərqlənir. Bu qədərə biz D deyirik. Yəni, məsələn, sıramda mənim 1 varsa, sonra 5 gəlirsə, artıq ədədi silsilə olması üçün 5-dən sonra gələn ədəd də 4 dəfə aralarında 4 qədər fərq olmalıdır. Üzr istəyirəm, dəfə dedim. Dəfə olanda artıq həndəsi silsilə olur. İndi 1 dedim, 5 dedim, sonrakı ədədim nə olacaq? 9 olmuş olacaq. Deməli, ədədi silsilədə silsilə fərqimiz onda necə tapılmış olacaq? Ardıcıl gələn həddlərin fərqi olacaq. Deyir ki, sonrakı həddən əvvəlki həddə çıxmaqla, bəli, cavabımız bu bənd olmuş olacaq. Həndəsi silsilənin vuruğu Q nə zaman silsilənin sonsuz azalan edir? Burada Q həndəsi silsilənin sonsuz azalan eləməsindən ötürü Q həmişə birdən Q-nun modulu birdən kiçik olmalıdır. Funksiyanın təyin oblasti df nədir? Bu haqda danışmışdıq. Demişdik ki, funksiyada nələr var? Təyin oblasti var, qiymətlər çoxluğu var. Təyin oblasti dediyimiz şey x-in ala biləcəyi qiymətlərdir. Qiymətlər çoxluğu isə YF, o isə nə idi? Y-in ala biləcəyi qiymətlərdir. Burada bizdən DF-i soruşur. Çox funksiyada məsələn müəyyən şeylər olur ki, onlara diqqət etmək lazım. Məsələn, kökaltı x funksiyasında təyin oblasti, yəni təyin oblasti nədir? X-in ala biləcəyi qiymətlərdir və biz demişik ki, kökün altı mənfi olmadığına görə kökaltı x funksiyasında təyin oblasti nə olacaq? Həmişə sıfırdan müsbət sonsuzluğa doğru olacaq. Funksiyanın aldığı qiymətlərə xeyr, arqumentin x-in ala biləcəyi qiymətlər bizdə df-dir. Cavabımız olacaq bu bənd. Daha sonra hansı funksiya xətti funksiya adlanır? Xətti funksiya hansı funksiya idi? Y bərabərdir kx plus b funksiyasına biz xətti funksiya deyirik. Y bərabərdir ax kvadrat plus b funksiyasına biz kvadratik funksiya deyirik, natamam kvadratik funksiya. Y bərabərdir k bölü x funksiyasına biz tərs funksiya deyirik. Y bərabərdir kök altının x funksiyasına kök alt funksiya deyirik. Xətti funksiyada y bərabərdir kx plus b-dir. Burada k bilirik ki, nədir? Buzaq əmsalıdır. K-nı tapmaq üçün düsturumuz nə deyildi? Y2 çıxılsın, Y1 bölünsün, X2 çıxılsın, X1. K həmişə nəyə bərabərdir? Tangens alfaya bərabərdir. B nədir? B həmişə qrafik verilir adətən. O qrafik uyğun deyir, məsələn, K plus B cəmini tapın. K-nı da tapmaq olur. Məsələn, K-nı tapmaq üçün nöqtələrə baxmaq lazımdır. Y-in X-in yerinə qoyub tapırıq. B də həmişə funksiyada ordinat oxunu, yəni Y oxunu kəsdiyi nöqtə bizdə B olmuş olacaq. Daha sonra 5-ci sualda deyir ki, loqaritma ifadəsinin mənası olması üçün hansı şərtlər ödənməlidir? Loqaritmada həmişə bilmək lazımdır ki, A 1-dən fərqli olmalıdır, A 0-dan B olmalıdır, B 0-dan B olmalıdır. Məsələn, bərabərsizliyi verir, digər bərabərsizliyi tapın. Mütləq bərabərsizliyi hesablamamışdan əvvəl, həll etməmişdən əvvəl bu qaydanı bilmək lazımdır ki, A 0-dan böyük, B 0-dan böyük və A 1-dən fərqli olmalıdır. Loqaritma A əsasına x vurulsun y nəyə bərabərdir? Əsasları eynidirsə, yəni əsasımız A-dırsa və mötərizədə x vur y veribsə, bu bizdə xassədir ki, biz onu loqaritma A əsasına x üstəgəlsin loqaritma A əsasına y şəklində göstərə bilərik ki, mütləq və mütləq loqaritma yaxşı yazmaq istəyirsə, loqaritmanın düsturlarını, qaydalarını bilməlisiniz. Digər suala baxaq nədir? Natural loqaritm ln x dedikdə hansı ədəd nəzərdə tutulur? Loqaritmada var idi. Loqaritma 10 əsasından x deyəndə biz nə yazırdıq? LC x yazırdıq. Buna biz ln x-in natural loqaritmi deyirik. Ln x olanda da burada loqaritma y əsasından x olanda biz onu ln x kimi verdik. Yəni burada bu ln x olmamışdan qabaq loqaritma y əsasına x olub. Bunu ln x kimi yazıblar. Ona görə də əsasımızda hansı ədəd nəzərdə tutulur? L ədədi, yəni y ədədi nəzərdə tutulur.
Qonşu bucaqların cəmi neçə dərəcədir? Həndəsəyə girməmişdən qabaq bunları mütləq bilmək lazımdır ki, bizdə qarşılıqlı bucaqlar var. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Qonşu bucaqlar nədir? Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Üç bucağın daxil bucaqların cəmi nəyə bərabərdir? Bunu yəqin ki, bilməyən yoxdur. Üç bucağın daxil bucaqların cəmi 180 dərəcəyə, xarici bucaqların cəmi isə 360 dərəcəyə bərabərdir. Üçbucaq bərabərsizliyinə görə iki tərəf digər iki tərəfin üçbucaq bərabərsizliyi üçbucaqda ən mühüm qaydalardan biridir. Ümumi bir qaydamız var ki, üçbucağın istənilən bir tərəfini götürsək, o tərəf digər iki tərəfin cəmindən kiçik fərqinin olduğundan böyük olmalıdır. Cavabımız olacaq bu bənd. Yəni x tərəfi götürmüşsə, o x tərəf cəmindən kiçik olacaq, fərqin modulundan isə böyük olacaq. Fərqin modulunu niyə götürürük? Çünki tərəf heç vaxt mənfi ola bilməz. Yəni biz orada modulu istifadə edirik. Pifaqor teoremi hansı üçbucaqlarda tətbiq olunur? Pifaqor teoreminin tətbiq olunduğu üçbucağa biz düzbucaqlı üçbucaq deyirik. Ki Pifaqor teoremində yəqin ki bilirik. Necə idi? Kateterin kvadratları cəmi bərabərdir hipotenusun kvadrat cəminə. Çevrənin diametri radiusdan neçə dəfə böyükdür? Çevrənin diametri radiusdan 2 dəfə böyükdür. Yəni D bərabərdir niyə? 2 ilə bərabərdir. Belə sadə şeyləri mütləq bilin, çünki uşaqların 90-80% sadə şeylərdə səhv eləyir. Bəzən diqqətsizlik səhv eləyir, amma bəzən həqiqətən də belə sadə şeylərə gözü yanlışlıqlarına görə səhv eləyirlər və sonra nəticələrinə ciddi təsir edir. Çevrəyə toxunan və radius arasındakı bucaq neçə dərəcədir? Bu qaydanı da bilək ki, toxunan və radius arasındakı bucaq həmişə 90 dərəcədir. Bu haqda suallar da qarşınıza çıxa bilər. Buraxılışda mütləq və mütləq bilin və yadınızda saxlayın. Daxili bucaqların cəmi 360 dərəcə olan qabarıq çoxbucaqlı hansıdır? Daxili bucaqların cəmi 360 deyirsə, biz demişdik ki, düsturumuz necədir? 180 vurulsun n çıxılsın 2 bərabər nəyə? 360 dərəcəyə. Buradan 180-lər getsə, cavabımız nə olacaq? 4 olacaq. Yəni 4 bucaqlı olacaq ki, onun daxil bucaqların cəmi 360 dərəcə. Paralelogramın sahə düsturu. Paralelogram nə idi? Qarşı tərəfləri cüt-cüt paralel olan fiqura biz paralelogram deyirdik. Paralelogramın qarşı bucaqları bərabər idi. Uyğun bucaqlar 180 cəmi 180 dərəcəyə bərabər idi. Diametrləri var idi. Sahəsi nədir? A vurulsun H-dır. Burada da yenə bucaqdakı kimi böyük tərəfə kiçik hündürlük, kiçik tərəfə böyük hündürlük çəkilir. Bununla da qarşılaşa bilərsiniz. Yəni cavabımız olacaq S bərabər də A vurulsun H kvadratı. S bərabər də A kvadratı kvadratın sahəsidir. Pi kvadratı üçbucağın sahəsidir. 2-də 1 A plus B də bu belə random cavabdır. Cavabımız olacaq A vurulsun HA. Yəni birinci bənd. Vektorun uzunluğu modulu nəyi bildirir? Vektorun uzunluğu başlanğıc və son nöqtə arasındakı məsafəni bildirir. Cavabımız olacaq bu vektorlardan da düşür imtahanı mütləq ki, yəni bilməlisiniz. İki vektorun skalar ərazisi sıfıra bərabərsə bu vektorlar. Biz demişdik ki, skalar ərazisinin düsturu necə idi? A vurulsun B bərabərdir. Modul A vurulsun, modul B vurulsun kosinus alfa. Əgər skalar ərazisi sıfıra bərabərdirsə, deməli bu vektorlar nə olmalıdır? Perpendikulyar olmalıdır ki, kosinus 90 dərəcədə sıfır olduğuna görə perpendikulyar olmalıdır ki, cavabımız nə olsun? Sıfır olmuş olsun. Silindrin yan səthinin açışı hansı fiqurdur? Silindrin açışı, yəni yan səthinin açışı bizdə düzbucaqlığını verir. Konusun həcm düsturu hansıdır? Konus demişdik nədir? Oturacağı çevrədir. Yuxarısı da nədir? Üçbucaqdır. Ki konusun həcm düsturu bizdə 3də 1 oturacaq vurulsun H-dir. Ümumiyyətlə fəzla fiqurlarında həcm hündürlük vurulsun oturacağın sahəsidir. Ona görə də 3də 1 oturacaq vurulsun H-a bərabər olmuş olacaq. Üçbucağın median nəyə deyilir? Median demişdik ki, təpədən çəkilir. Nə edir? Qarşı tərəfin orta nöqtəsini birləşir. Yəni qarşı tərəfi yarıya bölür. Medianın xassələri var idi ki, üçbucaqda medianlar kəsişir, kəsişmə nöqtəsində 2-in 1-ə nisbətində bölünür. Daha sonra medianın düsturu var idi. O medianın düsturunu mütləq bilin. Bilmirsinizsə də təkrarlamaq lazım. Məsləhət görürəm ki, çox istifadə olunur. Median verilərsə adətən o düstur üzərindən falan verilir ki, medianın uzunluğunu tapın. Dedik ki, üçbucağın medianı nə edilir? Təpə nöqtəsindən qarşı tərəfin ortası ilə birləşdirən nəyə parçaya biz median deyirik. Üçbucağın medianın kəsişmə nöqtəsi ağırlıq mərkəzinin medianı hansı nisbətdə bölür? Buna toxunduq ki, hansı nisbətdə böləcək? Təpədən başlayaraq 2-1 nisbətində böləcək. Üçbucağın xarici bucağın xassəsi hansıdır? Üçbucağın xarici bucağı demişik ki, nədir? Üçbucağın istənilən bir xarici bucağı ona qonşu olmayan digər ki, daxili bucağın nə ilə bərabərdir? Cəminə bərabərdir. Cavabımız olacaq. Birinci, üçbucağın orta xətti haqqında hansı fikirlər doğrudur? Üçbucaq verilibsə, orta xətt verilibsə, orta xətt oturacağı paraleldir və oturacağın nə ilə bərabərdir? Yarısına bərabərdir. Daha sonra düzbucaqlı üçbucaqda 30 dərəcəyə bucaq qarşısındakı katet
Bu düzbucaqlı, üçbucaqda bizim qarşılaşacağımız xüsusi məqamlardır. 30 dərəcə verər, 60 dərəcə verər, 45-45 bərabər, yəni düzbucaqlı üçbucaq verər. Uzun uzadı yazmamaq üçün bunları sadələşdiriblər. 30 dərəcə bucaq qarşısındakı katet həmişə hipotenusun nə ilə bərabərdir? Yarısına bərabərdir. Daha sonra burada üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi hansı xəttlərin kəsişmə nöqtəsidir? Üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi orta perpendikulyarların kəsişmə nöqtəsidir. Oy, çaşdım. O xaricdən çəkilmişdədir. Xaricdən çəkilmişdə orta perpendikulyardadır. Daxili çəkilmişdə tən bölənlərin orta nöqtəsidir. Mən onları qarışdırdım. Çevrənin daxilinə çəkilmiş bucaq söykənliyi qövsü əlaqəsi. Çevrənin daxilinə çəkilmiş bucaq söykənliyi qövsü nəyə bərabərdir? Yarısına bərabərdir. Mərkəzi bucaqda necə idi? Mərkəzi bucaq qövsünün nə ilə bərabərdir? Dərəcə ölçüsünə bərabərdir. Cavabımız nə olacaq? Söykənliyi qövsünün yarısına bərabər olmuş olacaq. Diametrə söykənən daxili çəkilmiş bucaq neçə dərəcədir? Diametrə söykənən daxili çəkilmiş bucaq diametr neyinir? Yarım çevrələr əmələ gətirir. Yarım çevrənin dərəcə ölçüsü 180 dərəcə olduğuna görə və daxili çəkilmiş bucaqda demişdik ki, nəyə bərabərdir? Qövsün yarısına bərabərdir. 180 yarısı bizdə nəyə bərabər olacaq? 90 dərəcəyə bərabər olmuş olacaq. Üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi hansı xəttlərin kəsişmə nöqtəsidir? Üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi hansı xəttlərin kəsişmə nöqtəsidir? Tən bölənlərin. Bu bayaq səhv yazdığımız sualdır. Cavabımız nədir? Tən bölənlərin kəsişmə nöqtəsi. Mərkəzi bucaq nəyə bərabərdir? Bunun haqqında da danışırıq. Dedik, mərkəzi bucaq söykənliyi qövsünün dərəcə ölçüsünə bərabərdir. Çevrəyə bir nöqtədən çəkilmiş iki toxunan haqqında nə demək olar? O toxunanlar həmişə nə olacaq? Bərabər olacaq. Və əvvəl də dedik ki, toxunan radiusuna 90 dərəcə bucaq əmələ gətirir. Yəni toxunan çəkər, radius verər, onu qeyd eləməz, üstündəki perpendikulyarlığını qeyd eləməz. Onu siz özünüz bilməlisiniz ki, 90 dərəcə əmələ gətirəcək. Haqqında nə demək olar? İkisi də nədir? Bir-birinə bərabərdir. Onların uzunluqları nədir? Bərabərdir. Kəsənlərin xassəsinə görə çevrə daxilində kəsişən iki vətər üçün hansı münasibət doğrudur? Bu da xassədir. Çevrə daxilində kəsişən iki vətər üçün xassəmiz belədir ki, vətərlərin hissələrin hası digər vətərin hissələrin hasına nədir? Bərabər olmuş olur, yəni bərabər. Rombun diaqonalları haqqında hansı fikir səhvdir? Rombun diaqonalları kəsişmə nöqtəsində yarıya bölünür. Bunu bilirik. Kəsişirlər, kəsişmə nöqtəsində yarıya bölünür. Bir-birinə perpendikulyardır. Bu da doğrudur. Bir-birinə həmişə bərabərdir. Bucaqların tən bölənləri bu da doğrudur. Bir-birinə həmişə bərabər olduğu fikri səhvdir. Çünki rombun diaqonallarının həmişə bir-birinə bərabər olmur. Ümumiyyətlə bərabər olmur. Daha sonra trapesiya nəyə deyilir? Trapesiya demişdik ki, yalnız iki tərəfi paralel olan dördbucaqlıya biz trapesiya deyirik. Trapesiyanın da növləri var. Bunları da bilmirsinizsə gəlib təkrar edə bilərsiniz. Bərabəryanın trapesiyanın diaqonalları haqqında nə demək olar? Bərabəryanın trapesiyanın diaqonalları bərabərdirlər. Daha sonra üçbucağın sahəsi üçün Heron düsturu nə zaman istifadə olunur? Heron düsturu nə zaman istifadə olunacaq? Üç tərəfin üçü də verirlər. Deyək ki, üçbucağın sahəsini tapın. Bu zaman Heron düsturundan istifadə edəcəyik. Üç tərəfin uzunluğu məlum olduqda. Yəqin ki, Heron düsturunu bilirik. Necə idi? Perimetrin yarısı idi. Kökün altına yazırdıq. Perimetrin yarısı vurulsun. Perimetrin yarısından üç tərəfi də çıxırdı. Yəni A-nı da çıxırdı, B-ni də çıxırdı, C-ni də çıxırdı. O bizdə Heron düsturunu vermiş olurdu. Daha sonra kollinear vektorlar var. Qarşınıza çıxa bilər. Kollinear vektorlar nədir? Paralel vektorlardır və kollinear vektorları göstərmək üçün onların koordinatların nisbəti bərabər olacaq. Eyni və ya paralel düz xəttlər üzərində yerləşən vektorlara biz kollinear vektorlar deyirik. Vektorların toplanması üçbucaq qaydası necə idi? Vektorların toplanmasında biz paralelogram və üçbucaq qaydasından istifadə edirdik. Birinci vektorun sonu, ikinci vektorun başlanğıcını qoymaqla biz onları necə deyim, uzunluqlarını tapırdıq. Cavabımız olacaq birinci. 36 dənə sual idi ki, təkrar eləməyə bacardıq. Alınsa bir dənə də video öyrəşdirəcəm, amma imtahana qədər vaxtımız var. 2 gün falan belə vaxtımız var. İmtahan birinci gündə. Bu gün çıxsaq, bir gün vaxtımız var daha doğrusu. Alındırsam bir dənə də video öyrəşdirəcəm, amma 15 mart imtahanına qədər yəqin ki, bir dənə də video öyrəşdirərəm. 9 mart üstünü söz vermirəm. Yəni imtahanı yaxşı yazasınız, yaxşı hazırlaşmısınızsa, özünüzə inanırsınızsa, istədiyiniz nəticəni toplayasınız. Video bu qədər idi. Ümid edirəm yenə bu videoda da nəsə öyrədə bilmişəm. Alındırdıqca yəni tez-tez videolar paylaşmağa çalışıram. Müəyyən bir konseptlə, yəni öyrədici şəxsi inkişaf maraqlı bir konseptlə paylaşmağa davam edirəm. Ki, kanala abunədə qalın, bildirimləri açıq saxlayın. Yeni videolar paylaşacağam. Paylaşmağa da davam edəcəm. Uzatmaq istəmirəm. Sağ olun. Gələcək videoda görüşmək ümidi ilə.